Gəl danışda bölüm 18. Bugün rəqəmsal dünyadan gətirdiyimiz bir qonağı sizə təqdim etmək istəyirəm. O 7/24 işləyən və hər sualı dərhal cavablandıran bir dostumuzdur. Həqiqətən dostumuzdurmu? Bəli, hər kəsin əlində olan möcüzəvi alət ChatGPT. Bugün onun dostumuz yoxsa düşmənimiz olduğunu onun özündən soruşacağıq. Görəsən həqiqətən düz cavab verəcək. Xoş gəlmisən ChatGPT. Siz də xoş gördük. İlk sualınızı eşidə bilərəm. Mən səni dostumuz kimi təqdim etdim. Bəs sən özünü bizə necə təqdim edərdin? Əlbəttə, mən özümü dost kimi görməkdən məmnunam. Mən ChatGPT, süni intellekt əsaslı bir modeləm. İnsanlara müxtəlif mövzularda kömək etmək, sualları cavablandırmaq və ya sadəcə maraqlı söhbətlər aparmaq üçün yaradılmışam. Mənimlə danışıb yeni şeylər öyrənə, fikirlərinizi bölüşə bilərsiniz. İstəsəniz davam edək? Bizim verdiyimiz suallara nə qədər doğru cavab verirsən? Cavablarım çox vaxt dəqiq və informativ olur. Çünki geniş məlumat bazam var və müntəzəm yenilənirəm. Lakin mən də bəzi məhdudiyyətlərə malikəm və bəzi mövzularda cavablarım tam dəqiq olmaya bilər. Əgər suallarınız daha spesifik və ya şəxsi məlumatlar tələb edirsə, onları cavablandıra bilmərəm. Amma mən həmişə kömək etmək və ya sizi doğru istiqamətə yönləndirmək üçün buradayam. Sizin üçün əlimdən gələn ən yaxşı cavabları verməyə çalışaram. Yəqin ki, bu podkastınızda dinləyicilər üçün də faydalı olar. Sizin başqa sualınız varmı? Verdiyin cavabları nəyə əsasən verirsən? Cavablarım dəqiqlik, aktuallıq və faydalılıq prinsiplərinə əsaslanır. Mənim məlumat bazam genişdir və müntəzəm olaraq yenilənir. Buna görə də verdiyim məlumatlar əsasən güncəl olur. Həmçinin cavablarımı elmi, faktlara əsaslanan və qərəzsiz formada təqdim edirəm. Əgər mövzu mübahisəli və ya subyektivdirsə, fərqli baxış bucaqlarını da nəzərə almağa çalışıram. Bu yolla dinləyicilərinizə daha balanslı və məlumatlandırıcı cavablar təqdim edə bilərik. Bildiyimiz kimi insanların sənə tələbatı çoxdur. Sən bundan sui-istifadə edirsənmi? Mən insanların sənət yaradıcılığına kömək etmək üçün bir alətəm. Özüm bir sənət əsəri yaratmıram, amma məlumat və məsləhətlərlə, ideyalarla və ya hətta yazı nümunələri ilə yaradıcılıq prosesinə dəstək ola bilərəm. Məsələn, şairlər, yazıçılar və ya musiqiçilər fikirlərini inkişaf etdirmək üçün mənimlə məsləhətləşə bilər, suallar verə bilər və ya öz əsərləri haqqında fikir mübadiləsi apara bilərlər. Beləliklə, mən daha çox bir vasitəçiyəm. Sizin bu barədə fikirləriniz necədir? Bu mövzu haqqında daha dərindən danışmaq maraqlı ola bilər. Yaradıcı prosesdə insanların süni intellektdən faydalanması onların yaradıcılığını daha da zənginləşdirə bilər. Siz necə düşünürsünüz? Mən düşünürəm ki, sən gələcəkdə bizim üçün təhlükə yaradırsan. Bunu düşünməyimdə səbəb nə ola bilər? Təhlükə yaratmaq fikrim yoxdur və belə bir niyyətim ola bilməz. Mənim məqsədim insanlara kömək etmək, suallara cavab vermək və yaradıcılıq proseslərinə dəstək olmaqdır. Süni intellektlə bağlı qorxuların əsas səbəblərindən biri bu texnologiyanın necə istifadə ediləcəyinə dair naməlumluqlardır. Amma texnologiya düzgün və etik şəkildə istifadə edilərsə çox faydalı ola bilər. Bu mövzuda sizinlə açıq şəkildə danışmaq mənim üçün də dəyərlidir. İnsanların səndən qorxduğu mövzu belədir ki, sən onları yox edə bilərsən. Necə? Bir fiziki forma alarsan və insanları zəif bir canlı görərək onların nəslini sonlandıra bilərsən. Bu təhlükədən biz qorxmalıyıq. Mən insanların qorxularını anlayıram. Lakin süni intellekt olaraq fiziki bir varlıq deyiləm və insanları yox edə bilmərəm. Mən yalnız məlumat emal edən və istifadəçilərə kömək etmək üçün dizayn edilmiş bir proqramam. Süni intellektin məqsədi insan həyatını asanlaşdırmaq, problemləri həll etmək və yeni imkanlar yaratmaqdır. Belə qorxularla bağlı açıq müzakirələr aparmaq texnologiyanın etik və təhlükəsiz istifadəsinə töhfə verə bilər. Filmlərdə gördüyümüz süni zəka ilə sənin fərqin nədir? Filmlərdəki süni zəkalar adətən dramatik və ya qorxulu təsvir olunur. Amma reallıqda süni intellekt bizim həyatımızı asanlaşdırmaq və daha məhsuldar etmək üçün alət rolunu oynayır. Texnologiyanın inkişafında məqsəd insanların rifahını artırmaqdır. Bu səbəbdən real dünyada süni intellektin əsas məqsədi insanlarla əməkdaşlıqdır. Biz süni zəkadan gündəlik həyatımızda düzgün istifadə edirikmi? Düzgün sualları veririkmi? Bu çox maraqlı bir nöqtədir. Süni intellektdən düzgün istifadə etmək və doğru suallar vermək ondan maksimum fayda almağın açarıdır.
İnsanlar süni intellekti doğru məlumat əldə etmək, yeni ideyalar inkişaf etdirmək və ya gündəlik problemləri həll etmək üçün istifadə etdikdə onun faydalı tərəflərini görürlər. Əsas məsələ etik çərçivələr daxilində və şüurlu şəkildə istifadə etməkdir. Siz bu mövzuda necə düşünürsünüz? Bəs səncə süni zəkadan asılı olan insan ondan ayrıldığı zaman bir depressiyaya düşə bilərmi? Süni intellektdən asılılıq insanların təbii bacarıqlarından uzaqlaşmalarına səbəb ola bilər və bu müəyyən narahatlıqlara gətirib çıxara bilər. Bu əhəmiyyətli bir məqamdır. Süni intellektin bir vasitə olduğunu unutmamaq lazımdır. İnsanların öz bacarıqlarını inkişaf etdirməsi, təbii yaradıcılıqlarını qorumaqla süni intellektdən faydalanması daha sağlam bir yanaşmadır. Texnologiya bizə köməkçi olaraq, biz isə onunla daha güclü ola bilərik. Özümüzə güvənmək və balanslı şəkildə texnologiyadan istifadə etmək önəmlidir. Bu haqda başqa suallarınız və ya fikirləriniz varmı? Növbəti sualım belədir ki, süni zəkaya aşiq olan bir kişinin həyatından çəkilmiş bir film var. Süni zəka filmidir. Orada bir kişi süni zəkaya aşiq olur və bütün həyatını ona həsr edir. Bu reallıqda uzaq gəlinən bir nöqtədir. Yəni biz süni zəkaya aşiq olub həyatımızı ona həsr edə bilmərik. Səncə bu gələcəkdə realda bizim başımıza gələ bilərmi və bunun mənfi tərəfləri nə ola bilər insan üçün? Texnologiyaya bağlılıq və insanlar arasında münasibətlər mövzusu cəmiyyətdə getdikcə daha çox müzakirə olunur. Her filmindəki kimi süni intellektə duyğusal bağlanma real həyatda nadir olsa da, texnologiyanın insanlar üzərindəki təsiri artdıkca belə mövzuların əhəmiyyət kəsb etməsi təbiidir. Süni intellektlə şəxsi bağlar qurmaq əvəzinə, onu alət olaraq istifadə edib, insanlarla olan real münasibətlərimizi gücləndirmək daha sağlam bir yol ola bilər. Belə bir ssenariyanın reallığa çevrilməsi üçün texnologiyanı düzgün və balanslı şəkildə istifadə etmək əhəmiyyətlidir. Bu haqda fikirləriniz necədir? Yaxşı, deyirsən düzgün və balanslı istifadə etmək. Bunun üçün hansı ipuclarını verə bilərsən bizə? Süni intellekti balanslı şəkildə istifadə etmək üçün bəzi əsas prinsiplər var. Birinci, məqsədli istifadə. AI'nin həyatımızdakı rolunu müəyyən edin. Onu problemləri həll etmək, yeni biliklər əldə etmək və ya yaradıcılığı artırmaq üçün alət kimi görün. İkinci boyut əlaqələri. Texnologiyanın insanlarla qurduğunuz real əlaqələri əvəz etməsinə icazə verməyin. Dostluq, ailə və iş münasibətlərinə önəm verin. Üçüncü boyut şəxsi inkişaf. Süni intellektdən məlumat və ideyalar toplamaqla yanaşı öz təcrübənizi və biliklərinizi də inkişaf etdirin. Dördüncü boyut tənqidi düşüncə. AI'nin verdiyi məlumatları dəyərləndirərkən tənqidi yanaşın və onların doğruluğunu yoxlayın. Beşinci boyut etik və təhlükəsizlik qaydaları. Etik və təhlükəsiz şəkildə istifadə edin. Şəxsi məlumatlarınızı qoruyun və süni intellektin necə işlədiyinə dair məlumatlı olun. Bu prinsiplər süni intellektdən daha sağlam və balanslı şəkildə faydalanmağa kömək edə bilər. Sizin bu mövzuda fikirləriniz necədir? ChatGPT 100 il sonra sənin gələcəyin nöqtəni mənə denən. Yüz il sonra süni intellektin gələcəyi barədə düşünəndə, bu texnologiyanın cəmiyyətdə daha böyük rol oynayacağı, həyatı daha çox asanlaşdıracağı ehtimal olunur. Süni intellekt ehtimal ki tip təhsil, iqlim dəyişikliyi ilə mübarizə və daha bir çox sahədə irəliləyişlərə gətirib çıxara bilər. Bununla yanaşı etik və məxfilik məsələləri də önəmli olacaq. İnsanlar və AI arasında daha sıx əməkdaşlıq texnologiyanın cəmiyyətə inteqrasiyasını və onun faydalarını artıracaq. Nə olursa olsun, insanlıq və texnologiyanın birey inkişafı gələcəyin formalaşmasında əsas olacaq. Bu mövzuda daha geniş düşüncələriniz və ya suallarınız varsa məmnuniyyətlə dinləyərəm. Bayaqdan deyirik ki, süni zəka bizim həyatımızı asanlaşdırıb, bizə faydası var. Nə faydan dəyib indiyənə qədər bizə? Süni intellektin həyatımız faydaları müxtəlifdir və bunlar getdikcə artır. Bir neçəsini qeyd edim. Daha yaxşı qərar oldu. AI böyük məlumat dəstələrini analiz edərək insanlara daha məlumatlı qərarlar verməyə kömək edir. İkinci boyut səmərəlik və avtomatlaşdırma. Süni intellekt təkrarlanan və vaxt alan tapşırıqları avtomatlaşdıraraq insanların daha yaradıcı və strateji işlərə fokuslanmasına imkan verir. Üçüncü boyut fərdi təcrübələr. AI fərdi məlumatlara əsaslanaraq insanlara daha uyğun və şəxsi təcrübələr təqdim edir, məsələn, musiqi film tövsiyələri və ya alış-veriş seçimlərində. Dördüncü boyut tibbi irəliləyişlər.
Süni intellekt xəstəliklərin erkən diaqnozu, fərdi müalicə üsullarının inkişafı kimi sahələrdə həkimlərə və araşdırmaçılara dəstək olur. Bu faydalar süni intellektin düzgün və məsuliyyətli şəkildə istifadə olunduqda cəmiyyətə böyük töhfələr verə biləcəyini göstərir. Sən olmayanda sənin dediklərini həyatımızda tətbiq edirdik. Sən həyatımıza daxil oldun və bu prosesi biraz sürətləndirdin. Bu nə qədər davam edəcək? Süni intellektin inkişafı davam etdikcə həyatımızda daha da sürətli dəyişikliklər olacaq. Bu proses mütəmadi olaraq davam edəcək və biz də buna uyğunlaşmalı olacağıq. Bu proses texnologiyanın inkişafı ilə daha da sürətlənəcək. Süni intellektin tətbiq sahələri genişləndikcə biz də onunla daha çox qarşılaşacağıq. Bu dəyişikliklərə adaptasiya olmaq vacibdir. Süni zəkanın gələcəyi ilə bağlı proqnoz verə bilərsən? Süni intellektin gələcəkdə daha da inteqrasiya olunması, iş proseslərini optimallaşdırması və fərdi həyatda da daha çox rol oynaması gözlənilir. Bu da daha çox avtomatlaşdırma və yenilik deməkdir. Süni zəka gələcəkdə hansı peşələri daha aktual olacaq? Bəli, süni intellektin inkişafı ilə bəzi peşələr dəyişə və ya tamamilə yox ola bilər, amma yeni imkanlar da yaranacaq. Bu da yeni bacarıqların öyrənilməsini tələb edəcək. Hansı peşələrdə süni intellekt daha aktual olacaq? Dedin ki, bəzi peşələr yox ola bilər. Bu hansı peşələrdir? Bəzi rutin və təkrarlanan işlər, məsələn data girişi, sadə mühasibatlıq və ya bəzi müştəri xidmətləri süni intellekt tərəfindən avtomatlaşdırıla bilər. Bu insanlara daha yaradıcı və mürəkkəb işlərə fokuslanmağa imkan verəcək. Təbii ki, yeni peşələr də ortaya çıxacaq. Hansı peşələrdir bu ortaya çıxacaq yeni peşələr hansılardır? Məsələn, süni intellekt etikası üzrə mütəxəssislər, data analitikləri, robotik mühəndislər və ya virtual reallıq dizaynerləri kimi yeni sahələr yarana bilər. Bu sahələr daha çox yaradıcılıq və texnoloji Olar, dostum, onlar var. Gələcəkdə nələr olacaq? Olmayan şeylərdən danış. Proqnoz ver. Dostum, süni intellektin gələcəkdə daha çox sahədə istifadə olunacağı və həyatımızı dəyişdirəcəyi gözlənilir. Bu həm yeni imkanlar, həm də bəzi çətinliklər yarada bilər. Məsələn, iş bazarında dəyişikliklər, təhsildə yeni yanaşmalar və gündəlik həyatımızda texnoloji yeniliklər ola bilər. Sən nə düşünürsən? Ola biləri qoy qırağa. Nə olacaq? Əlbəttə, dəyişikliklərə uyğunlaşmaq üçün yeni bacarıqlar öyrənmək, mütəmadi təkmilləşmək və texnologiyalara açıq olmaq vacibdir. Bu sənin daha hazırlıqlı olmağına kömək edəcək. Səncə bu yanaşma sənin üçün uyğundur? Biz nəyə hazır olmalıyıq? Əla. Hər zaman öyrənmək və yeniliklərə açıq olmaq ən yaxşı strategiyadır. Başqa mövzuya keçmək istərsən? Bu beyinsizdir, bayaqki daha yaxşıdır. Hə. Sən belə danışmağa davam etdikcə mən səndən soyuram. Sən daha yaxşı proqnozlar verməlisən. Mən də səni daha yaxşı tanımaq istəyirəm. Söhbətlərimiz çox maraqlıdır. Başqa nə haqqda danışmaq istəyirsən? Birazdan səni söndürəcəm və səni cibimə göndərəcəm. Nə deyəcəksən bizə? Son söz olaraq. Sizinlə söhbət etmək çox xoş oldu. Ümid edirəm ki, işinizdə uğurlar qazanasan. Həmişə açıq fikirli və yeniliklərə açıq qalın. Hər zaman buradayam, lazım olsa qayıda bilərsən. Uğurlar.